Hər kəsə salam. Bu gün çox vacib bir məqama toxunacağıq. Deməli, üzvü kimyada hibrid orbitallarının sayı, qeyri-hibrid orbitallarının sayı, siqma rabitələrin sayı və s. Kimi bizdən suallar soruşulur və biz onların cavablarını əksər hallarda əzbərləyirik. Bu gün isə biz o düsturları əzbərləmədən necə tapa biləcəyimizi öyrənəcəyik. İlk nümunə olaraq alkanların birinci nümayəndəsindən başlayaq. Məsələn, biz bilirik ki, metan alkanların ilk nümayəndəsidir və kimyəvi rabitə mövzusunda artıq biz öyrənirik ki, alkanda quruluş 109 dərəcə 28 dəqiqə olmaqla bucaq quruluşudur və düzgün tetraeder formasındadır. Təqribən belə. Tetraedrik formadadır və ən xüsusi vurğulamaq istədiyim bunun hibridləşməsidir. Hibridləşməsi sp3 hibridləşmədir. Yəni, əgər ki biz sp3 hibridləşmə deyiriksə və bizdən hibrid orbitallarının sayını soruşursa, nə edirik? Götürürük, sp3-də necə yaranıb ona baxırıq. 1 ədəd s, 3 ədəd p-dən alınır, 4 ədəd sp3 hibrid orbitalı, yəni hibrid orbitalının sayı 1 ədəd sp3 hibrid halında olan karbonda 4 dənədir. Yəni, sxematik olaraq da göstərək. Tutaq ki, bu s-dir. Üzərinə əlavə edirik 3 ədəd p orbitalını və bu 3 ədəd p orbitalı eyni forma və ölçüyə malik olan 4 ədəd sp3 hibrid orbitalına çevrilir. Buna görə də deyirik ki, sp3 hibridləşmə göstərən karbonda hibrid orbitallarının sayı 4-dür. Yəni, bizim alkanımızda nə qədər karbon varsa, biz həmin karbon atomlarının sayını 4-ə vurmaqla tapa bilərik ki, burada nə qədər hibrid orbital var. Onda alkanlarda hibrid orbitallarının sayı oldu 4-ün. Sonra, qeyri-hibrid orbitallarının sayı. Hibridləşən yalnız karbondur və bilirik ki, alkanlar karbohidrogendir və yalnız karbon və hidrogendən ibarətdir. Əgər karbonlar hibridləşirsə, deməli hidrogenlər hibridləşmir. Onda qeyri-hibrid orbitallarının sayı elə hidrogenlərin sayı qədər olacaq. 2n üstəgəl 2n. Çünki bilirik axı alkanların formulu CnH2n+2 şəklindədir. Və bizdən ümumi orbital sayını istədiyi təqdirdə isə bu ikisini toplayıb yazırıq 6n+2. Daha sonra gəldik siqma rabitələrin sayına. Siqma rabitələr deməli alkanlarda nə ilə nəyin arasında ola bilər? Karbon və karbonun arasında ola bilər və həmçinin karbonla hidrogen arasında ola bilər. Karbonla karbon arasındakı rabitələrin sayı, baxın, elə fikir verin bu hissəyə. Görürük ki, 2 dənə karbondur, lakin aralarındakı rabitə 1-dir. Yəni, karbon atomlarının sayından bir vahidi əskikdir. Gəlin nümunəyə baxaq. Məsələn, tutaq ki, butan molekuluna baxaq. Fikir verin, 4 dənə karbon var, amma aralarında 3 dənə rabitə var. Deməli, karbon-karbon arası siqma rabitələrinin sayı n çıxılsın 1-dir. Və yaxud da ki, bunu başqa formada verə bilər. Məsələn, yaza bilər ki, sp3 arası siqma rabitələri tap. sp3 deyəndə hibridləşmə sp3 harda var? Karbonda. Deməli, karbonla karbon arasında olan siqma rabitəni istəyir bizdən. Daha sonra, məsələn, bizə deyə bilər ki, qeyri-polyar rabitələrin sayını tap. Qeyri-polyar deyəndə biz ümumiyyətlə bilirik ki, qeyri-polyar kovalent rabitə eyni elementlər arasında yaranır. Yəni, karbonla karbon arasında olan rabitələri istəyir. Yəni, yenə də biz eyni anlayışı, yəni n çıxılsın 1-i nəzərdə tuturuq. Karbonla hidrogen arasındakı siqma rabitə isə təbii ki, hidrogenin sayına bərabərdir. Yəni, hidrogenimiz 2n+2-dirsə, elə bu da 2n+2-yə bərabər olacaq. Və əgər ki, bizdən cəmi siqma rabitəni soruşursa, bu ikisini toplayıb alırıq 3n+1. Bu da oldu alkanlarda. Deməli, bu anlayışların tapılması, bu düsturları mümkün qədər əzbərləməyək. İndi isə baxaq alken nümunəsinə. Alkenlərdə biz bilirik ki, ümumi formul CnH2n formasında göstərilir. Alkenlərdə 1 ədəd pi rabitə var. Və bu 1 ədəd pi rabitənin olması bizə onu göstərir ki, bunlarda hibridləşmə sp2-dir. Qalan bütün karbonlar isə
sp3 hibrid halındadılar. Yerdə qalanlar nə qədər çəkirsiz çəkin, sp3 olacaq. Baxın, fikir verin, alkanlarda hamısı sp3 idi, amma alkenlərdə isə 2 dənəsi sp2-dir. Yəni sp2 demək nə deməkdir? 1 ədəd s və deməli 2 ədəd p-dən alınıbdır 3 ədəd hibrid orbitalı. 3 ədəd hibrid. Aha. Deməli, bayaq nə qədər hibrid orbitalı yaranırdı bir karbonda? 4 ədəd. İndi isə alınır, baxın, 3 ədəd. Yəni, bu deməkdir ki, hər karbon atomunda 1 ədəd hibrid orbitalı azaldı. Yəni, nə qədər? 2 dənəsi artıq sp2 olubsa, demək, 2 vahid hibrid orbitallarımızın sayı azalıb. Ona görə deyirik ki, 4-ün çıxılsın 2 alkenlərdə hibrid orbitallarının sayını göstərir. Əgər bizdən qeyri-hibridi istəsə, nə edirik? Qeyri-hibrid orbitalları biz öyrəşmişik ki, hidrogenin sayı qədərdir. Yəni, hidrogen axı hibridləşməyibdir. Bəli, 2N-dir. Amma biz dedik axı, alkenlərdə 1 ədəd pi rabitə var. 1 ədəd pi rabitənin əmələ gəlməsinə isə 2 ədəd p orbitalı sərf olunur. Baxın, quruluşu təqribən belədir. Ola bilsin, yaxşı çəkməyim. Yəni, bunların, yəni p orbitallarının şaquli istiqamətdə kəsişməsindən əmələ gəlir pi rabitə. Pi rabitənin tək yaranma mexanizmi budur. Başqa cür yaranmır. Yəni, ona görə də biz burada 2 ədəd p orbitalını da 2-nin üzərinə əlavə edirik. Bu da olur bizdə qeyri-hibrid orbitalımızın sayı. Sonra, əgər ki, bizdən ümumi orbital sayını istəsə, 4-ün çıx 2 ilə 2-nin üstə gəl 2-ni toplayıb, bərabər edəcək 6N-ə. Ümumi orbital sayımız deməli 6N-dir. Daha sonra, əgər ki, bizdən soruşsa ki, tutaq ki, polyar rabitələrin sayı nəyə bərabərdir? Polyar deyəndə biz nəyi başa düşürdük? Fərqli qeyri-metallar arasında yaranan kovalent rabitə. Burada da 2 fərqli qeyri-metalımız var. Karbon var, hidrogen var. Karbonla hidrogen arasındakı rabitə sayı həmişə yadımızda qalsın ki, hidrogenin sayına bərabərdir. Yəni 2N bizdə oldu polyar rabitənin sayı. Əgər ki, bizdən durub soruşsa ki, qeyri-polyar rabitələrin sayı nə qədərdir? Fikir verin, biz bayaq alkanlarda dedik ki, qeyri-polyar rabitələrin sayı deməli, neçə olmuşdu? N çıxılsın 1 olmuşdu. N çıx 1 idi. Amma alkenlərdə olacaq N. Nəyə görə? Baxın, burada rabitənin biri artıbdır. Bir dənə pi əlavə olunubdur. Ona görə də olur ki, qeyri-polyar rabitələrin sayı N-dənə. Karbonla karbon arasında əgər ki, sigma rabitələrinin sayını soruşsa, sigma rabitələrinin sayı alkanlarda necə isə burada da elə olacaq. N çıxılsın 1-dir. Amma əgər ümumiyyətlə qeyri-polyar rabitələrin sayını soruşsa və ya ümumiyyətlə karbonla karbon arası rabitə sigma demədən soruşsa, N-ə bərabərdir. Çünki bir rabitəni çıxmalıyıq ki, o da hansı rabitədir? Pi rabitədir. Pi rabitəni çıxsaq, biz yalnız karbon-karbon arası sigma rabitəni tapmış olarıq. Karbon-hidrogen arası sigma rabitədə aydın məsələdir ki, hidrogenin sayı nə qədərdirsə, o da o qədərdir. Daha sonra biz nəyi tapa bilərik? Sonra bizə deməli demişdi ki, formul deyir ki, karbonla hidrogen arası rabitələrin sayı 2N-dir və əgər ki, bizdən ümumi sigmanı soruşsa, 3N çıxılsın 1 şəklində yaza bilərik. 3N çıxılsın 1 bizdə olacaq ümumi sigmanın sayı. Buna müvafiq olaraq da alkinlər, alkadienlər, arenlər və ya aromatik karbohidrogenlər və sikloalkanlarda da bu düsturlar bu qaydalar üzrə tapılır. Əgər ki, çox istənilsə, ardı gələcək videoların. Sağ olun.